Salam, hər vaxtınız xeyir. Ədədi silsilə mövzusunun davamına baxırıq. İlk 60 sualın həlli kanalda var. İndi isə 61 nömrəli sualla davam edək. Ədədi silsilənin ilk 7 həddinin cəmi 35-ə bərabərdir. Yəni S7 bərabərdir 35. Bizdən silsilənin 4-cü həddini soruşur. A4 bərabərdir sual. İndi S7 35-dirsə, S7-ni açırıq. Biz bilirik ki, Sn A1 üstəgəl AN bölü 2 vur N-ə bərabərdir. Buradan S7 bərabərdir. A1 üstəgəl A7 bölü 2 vur N. N yox, 7. Vur 7. İndi S7-nin yerinə 35 yazıram. 35 bərabərdir. 2-də A1 üstəgəl A7 vurulsun 7. Hər tərəfi 7-yə bölürəm. 5 dəfə, burada 1 dəfə. 5 bərabərdir 2-də A1 üstəgəl A7. A1 üstəgəl A7-də 5 vur 2 10-a bərabərdir. İndi A1 üstəgəl A7-nin indeksləri cəmi 8-dir. 8 də 4-ün 2 mislidir. Biz burada A7-ni A1-ə görə də aça bilərik və yaxud da indekslər cəminə görə də yaza bilərik ki, A1 üstəgəl A7 A4 üstəgəl A4-ə bərabərdir və yaxud da birbaşa 2A4 də yaza bilərsiniz. A1 üstəgəl A7 10-dursa, 2A4, A4 olacaq, onun yarısı 5. Yəni, C variantı. 62 nömrəli suala baxırıq. A-ın ədədi silsiləsində A13-dür yəqin ki. A13 bərabərdir 17-yə, A17 bərabərdir 11-ə. Bizdən A21-i soruşur. Deməli, A21 indekslər cəminə baxaq görək. A13-dür yəqin ki, yoxsa A15-dirmi? A13 17-dir. D silsilə fərqini tapaq. D bərabərdir. Olacaq A17 minus A13 bölünsün indeksləri fərqi 17 minus 13. A17-miz 11-dir. A13-müz 17 bölürük 4-ə. Mənfi 6 4-ə böləndə mənfi 1,5. Bizdən A21 soruşulur. A21-i ya A13-ə görə ya da A17-yə görə yaza bilərik. A17-yə görə tapsaq, 21-dən 17 çıxanda 4. 4-dir. A17-miz 11-dir. Üzərinə gəlirik. 4 vurulsun mənfi 1,5. 11. 4-ü 1,5-ə vuranda 6. Yəni 11 minus 6. Cavab 5. Y variantı. 63 nömrəli suala baxırıq. A3, A7 və A17-nin cəmi 72 olarsa, bizdən S17-ni soruşur. S17-ni açıram. Əvvəlcə SN listini yadımıza salırıq. A1 üstəgəl AN böl 2 vur N. S17 bərabərdir. A1 üstəgəl A17 böl 2 vur 17. İndi burada A1 üstəgəl A17-nin indeksləri cəmi 18-dir. Baxaq görək, burada verilən indekslər cəmi neçədir? 3 üstəgəl 7, 10, üzərinə 17 gələndə 27. 27-də 18-in yəni misli deyil. Əgər 9 olsa və yaxud 27-nin nəsə misli olsaydı, 72-ni bölərdik həmin ədədə. Ona görə olmur. Bu necə yazacağıq? A1 üstəgəl A17-ni açacağım. A1 üstəgəl A17-nin yerinə A1 üstəgəl 16D yazırıq. Burada yazıram. A17 A1 üstəgəl 16D-yə bərabərdir. Bölünsün 2 vur 17 bərabərdir. 2A1 üstəgəl 16D böl 2 vur 17. Hər tərəf 2-yə böləndə 17 olduğu kimi qalır. A1 üstəgəl 8D. A1 üstəgəl 8D də bizə A9-u verir. Yəni 9-cu həddin açılışıdır. A9. Deməli, burada verilən cəmdə indekslər cəm 27-dir. 27 də 9-un 3 mislidir. Yəni biz qeyd edə bilərik ki, burada A3 üstəgəl A7 üstəgəl A17 3 A9-a bərabərdir. Çünki buradakı ədədlərin indeksləri cəmi 27-dir. 3 dənə A9-un da indeksləri cəmi 27-dir. İndi bu cəm 72 olarsa 3A9 72 A9 olacaq. 72-ni 3-ə böləndə 24. Yəni cavab 17 vur. Bu A9-un yerinə də 24 yazıram. 7 vur 4, 28. Sonra 8-lə qutaran bir dənə A variantıdır. Yəni cavab 408 A variantı. 64 nömrəli suala baxırıq. Bizdən S11 soruşulur. Deməli,
S11 S'n üstünü yazıram. S'n bərabərdir. A1 üstəgəl AN böl 2 vur N. S11 bərabərdir. A1 üstəgəl A11 böl 2 vur 11. A1 üstəgəl A11'də indekslər cəmi 12'dir. Buradakı indekslər cəminə baxırıq. A4 üstəgəl 2A6'nı açıram. A6 üstəgəl A6 şəklində yazıram. Üstəgəl A8 bərabərdir 4'ə. Burada indekslər cəmi 24'ə bərabərdir. 24'ə. Burada indekslər cəmi 12 idi. 24 də 12'nin 2 mislidir. Yəni biz bu cəmi yerinə yaza bilərik ki, baxın A4 üstəgəl A6 üstəgəl A6 üstəgəl A8'in yerinə 2 vurulsun A1 üstəgəl A11 yaza bilərik. Çünki burada indekslər cəmi 12'dir. 2'ni də 12'yə vuranda 24. Burada da indekslər cəmi 24'dür. İndi bu sol tərəf bu cəm 4 idi. Yerinə qoyuram. Bura 4'dür. Yəni 4 bərabərdir. 2 vur A1 üstəgəl A11. A1 üstəgəl A11 olacaq. 4'ün yarısı 2. Burada davam edirik. Sürətdə cəmin yerinə 2 yazıram. 2'ni 2'yə bölüb vururam 11'ə. Olacaq cavab 11 D variantı. 65 nömrəli suala baxaq. Deməli, A1 üstəgəl A3 bərabərdir 8'ə. A2 vur A4 bərabərdir 40. Burada A3'ü açıram. A1 üstəgəl 2D şəklində bərabərdir 8. 2A1 üstəgəl 2D bərabərdir 8'ə. Hər tərəfi 2'yə böləndə A1 üstəgəl D olacaq 4. A1 üstəgəl D də A2'nin açılışıdır. Yəni A2 4'dür. Gətir burada yerinə qoyuruq. 4 vur A4 bərabərdir 40'a. A4 olacaq 40'ı 4'ə böləndə 10. A4 var, A2 var. Silsilə fərqi D-ni tapa bilərik. A4 minus A2 böl indeksləri fərqi. 10 çıxırıq 4'ü bölürük 2'yə olacaq cavab 3 C variantı. 66 nömrəli suala baxırıq. A1 üstəgəl A5 bərabərdir 24'ə. A1, A5'i açıram. A1 üstəgəl 4'dir. Bərabərdir 24. 2A1 üstəgəl 4D bərabərdir 24'ə. A1 üstəgəl 2D olacaq 12. Hər tərəfi 2'yə böldük. A1 üstəgəl 2D də A3'ün açılışıdır. Yəni deməli 3-cü həddimiz 12'dir. A2 vur A3 bərabərdir 60 verilib. Yerinə qoyuruq. A2 vur 12 bərabərdir 60'a. A2 olacaq 60 12'yə böləndə 5 C variantı. Düzgün yazdıq mı? 66 B verilib. Harada səhv elədik? Baxaq görək. A1 üstəgəl 4D 2A1 4D 24. 2'yə böləndə A1 üstəgəl 2D 12. Deməli A3 12'dir. 60 12'yə böləndə 5 olur axı. Bizdən silsilə fərqi soruşulur. Yaxşı ki, cavablara baxdım. Silsilə fərqi D-dir. D-dir nəyə bərabərdir? A3 ilə A2 verilibsə, o ikisinə görə tapmalıyıq. A3 minus A2 böl 3 minus 2. 12 minus 5 bölürük 1'ə olacaq 7 B variantı. 67 nömrəli suala baxırıq. 3, 7, 11 ədədi silsiləsində SN 210'dur. Bizdən N-i soruşur. SN-i açıram. SN bərabərdir. A1 üstəgəl AN böl 2 vur N. SN var. N yoxdur. Amma AN da yoxdur. Ona görə AN-in düsturuna yazıram. AN-imiz A1 üstəgəl N minus 1 vurulsun D-dir. İndi verilən ardıcıllıqda birinci həddimiz 3'dür. İkinci həddimiz 7'dir. Biz silsilə fərqini tapa bilərik. İkinci həddən birincini çıxanda 7 minus 3, yəni 4. Gətirib burada yerinə qoyaq. A1'imiz 3, üstəgəl D 4'dür. N minus 1. 3 üstəgəl 4 N minus 4 olacaq 4N minus 1. İndi bu düsturda yerinə qoyuruq. SN-in yerinə yazıram 210 bərabərdir. A1'imiz 3'dür. AN-imiz 4N minus 1 bölürük 2'yə vururuq N-i. Bu tənliyi əldə edəcəyik. 210'u çarpaz 2'yə vururam. 420 bərabərdir N vurulsun. 4N üstəgəl 2. 420 bərabərdir 4N kvadratı üstəgəl 2N.
2'ye böləndə 2n kvadratı üstə gəl n minus 210 bərabərdir 0. D bərabərdir 1 üstə gəl 8 olacaq. 8 vur 2 16 1680. Diskriminant 1681'dir. 1681 də 41'in kvadratıdır. Olacaq 2 vur 2'də mənfi 1 üstə gəl 41. 40 böl 4 verir bizə 40'ı 4'ə böləndə 10. N2'miz mənfi ədəd olacaq. Mənfi ədəd kənar kökdür. Yəni N'i tapdıq ki biz 10'a bərabərdir. Bizdən nəyi soruşurdu? N'i soruşurdu. Deməli N 10'dur. Cavab Y variantı. 68 nömrəli suala baxırıq. Eyni qaydada A1'imiz birinci əddimiz 3'dür. A2 7'dir. Silsilə fərqi D olacaq. 7 minus 3 4. Sn bərabərdir. A1 üstə gəl AN böl 2 vur N. Bir də A-nin düsturunu yazıram. A1 üstə gəl N minus 1. Yəni bu N-lə bu 1'i çıxıram. İndekslər fərqini vururam silsilə fərqini. Bu iki düstur əzbərinizdə qalmalıdır. İndi S'nin yerinə yazıram 300 bərabərdir. A1'imiz 3'dür. A-n'imiz yoxdur. A-n'in yerinə burada yerinə qoyuruq bu ifadədə. Yazıram A1'in yerinə 3 üstə gəl D 4'dür. N minus 1. Bu bizə verir 3 üstə gəl 4N minus 4. Yəni 4N minus 1'i verir. A-n'in yerinə yazıram 4N minus 1 böl 2 vurulsun N. Çarpaz vuranda 600 bərabərdir. N vurulsun 4N üstə gəl 2. 4N kvadratı üstə gəl 2N minus 600 bərabərdir 0. 2N kvadratı üstə gəl N minus 300 bərabərdir 0. D bərabərdir 1 üstə gəl 2400 bərabərdir 2401. 2401 görək nəyin kvadratı olur. Sonu 1 ilə qutaran bir ədədin kvadratı olacaq. 41'in kvadratını bayaq almışdıq. 1681. Bu deməli 50'nin kvadratı 2500'dür. 49'un kvadratı ola bilər. Çünki 9 vur 9'da 1 ilə qutarırıq. Baxaq 49'un kvadratına. 8, 36 üzərinə 8 gələndə 44. 36, 16, 9 olacaq 1, 0, 4, 2. Bəli, 49'un kvadratı. N olacaq 2 vur 2'də mənfi 1 üstə gəl 49 çıxır kökdən. 48 4'ə böləndə 12. Digər kök mənfi olacaq. Onu tapmırıq çünki kənar kökdür. Deməli bizdən N soruşulurdu. N'i də tapdıq ki 12'dir. C variantı. 69 nömrəli sualda S19'u soruşur. Əvvəlcə Sn bərabərdir A1 üstə gəl AN böl 2 vur N düsturunu yazıram. Bu düsturu hər dəfə yazın ki yadınızda qalsın. S19 bərabərdir A1 üstə gəl A19 böl 2 vur 19. Deməli A1 üstə gəl A19'da indekslər cəmi 20'dir. Burada indekslər cəmi neçədir? 12, 12, 24 üzərinə 16 gələndə 40. Deməli, burada indekslər cəmi 40'dır. Burada isə indekslər cəmi 20'dir. 40 da 20'nin 2 mislidir. İndi bu cəm əgər 40'a bərabərdirsə 20 olan cəm həmin bu cəmin yarısı olacaq. Yəni 224'ün yarısı 112. Bölürük 2'yə, vururuq 19'a. Bərabərdir. 112'ni 2'yə böləndə 5 dəfə 56, 56'nı 19'a vuranda hamısı sonu 4 ilə bitir. Olacaq düzgün cavab 1064. Baxın, bundan əvvəlki sualları izləməyənlər üçün yazıram. Yəni A4 üstə gəl A8, orada izah eləmişəm ətraflı. A12 üstə gəl A16 bərabərdir 2 vur A1 üstə gəl A19'a. Çünki burada indekslər cəmi 40'dırsa, burada da indekslər cəmi 40 olmalıdır. Bunun indekslər cəmi 20'dir. 20'ni 2'yə vuranda indekslər cəmi 40 olur. Yəni indekslər cəmi bərabər olanda aldığı qiymətlərin cəmi də bərabər olur. Düzgün cavab C variantı 1064. 70 nömrəli suala baxırıq. A və B-nin hansı qiymətlərində ardıcıllıq ədədi silsilədir? Biz bilirik ki, ədədi silsilədə ikincidən başlayaraq hər bir hədd özündən əvvəlki və sonraki ədlərin cəminin yarısına bərabərdir. Yəni burada B
7 və 19-un cəminin yarısıdır, olacaq 13. Və 7 özündən əvvəlki A və özündən sonraki B-nin cəminin yarısıdır. Burada A, B yoxdur, 13 yazıram, bölürəm 2. Çarpaz vuranda 14 bərabərdir A plus 13-ə, A da olacaq 1. A 1-dir, B də 13-dür, olacaq Y variantı düzgün cavabımız. 71 nömrəli sualla davam edirik. A-ın ədədi silsiləsində A3 6,1, A5 bərabərdir 10,9. Bu silsilənin 29-dan böyük olan ilk həddinin nömrəsini soruşur. Yəni, sonuncu həddimiz 29-dan böyük olmalıdır. AN böyükdür 29-dan. İndi AN-in düsturunu yazıram. AN nəyə bərabərdir? A1 üstə gəl, N-1 vur D-yə. D yoxdur, 1 də yoxdur. Əvvəlcə D-ni tapırıq. D bərabərdir A5 minus A3 bölü 2. 2-ni necə alırıq? İndeksləri fərqindən alırıq. 10,9-dan 6,1 çıxırıq, bölürük 2-yə. Verir bizə 4,8. 2-yə böləndə 2,4. A3 bərabərdir A1 üstə gəl 2-dir. 6,1 bərabərdir A1 üstə gəl 2 vur 2,4 4,8. A1 6,1 minus 4,8 1,3. İndi yerinə qoyuruq. Burada yerinə qoyaq. A1-imiz 1,3 üstə gəl D 2,4 vur N-1 böyükdür 29-dan. Çünki 29-dan böyük olan həddin nömrəsini N-i tapmalıyıq biz. 1,3 üstə gəl 2,4 N minus 2,4 minus 29 böyükdür 0. 2,4 N böyükdür. 1,3 və 2,4 hesablayırıq əvvəlcə. 2,4-dən 1,3 çıxanda verir bizə 1,1 mənfi. Mənfi 1,1 29 ilə toplayanda mənfi 30,9. Baxın. 29-un üzərinə 1,1 gələndə verir bizə 30,1. Yəni bu böyükdür 30,1-dən. Sağ tərəf atanda müsbət. N də böyükdür 301 bölünsün 24. N böyükdür 1 dəfə 24. 60-da 24 2 dəfə 48. Yəni 12,24-də neçəsə olur? Yəni buradakı ədəd lazım deyil bizə. N 12-dən böyük, yəni ən kiçik 13 ola bilər. N 13-dür. Bizə nə soruşurdu? 29-dan böyük olan ilk həddin nömrəsi, yəni 13-ə bərabərdir. Y variantı. Çünki burada N 12-dən böyük ədədlər olmalıdır. Orada ən kiçik 13-dür. 13-cü hədd də 29-dan böyük olan ilk həddir. 72 nömrəli suala baxırıq. A5 üstə gəl A9 bərabərdir 36. A4 9 silsilə fərqi D-ni soruşur. Deməli, A5-in yerini yazıram. A1 üstə gəl 4-dir. A9-un yerinə A1 üstə gəl 8-dir. Bərabərdir 36-ya. Buradan 2A1 üstə gəl 12D bərabərdir 36. 2-yə böləndə A1 üstə gəl 6D bərabərdir 18. Bu da A7-nin açılışıdır. Yəni A7-ci həddimiz 18-dir. A4-ümüz 9-dur. Silsilə fərqi D-ni soruşur. D nəyə bərabərdir? A7 minus A4 bölünsün 7 minus 4-ə. 18 çıxırıq 9-u bölürük 3-ə. 18-dən 9 çıxanda 9. 9 da 3-ə böləndə olacaq 3. B variantı. 73 nömrəli suala baxaq. Deməli, A4-ün yerinə yazıram. A1 üstə gəl 3-dir. A6-nın yerinə A1 üstə gəl 5-dir. Bərabərdir 56. 2A1 üstə gəl 8-dir. Bərabərdir 56. A1 üstə gəl 4-dir. Bərabərdir 28. A1 üstə gəl 4-dir də A5-in açılışıdır. A5 28-dir. A3-də 20 verilib. Silsilə fərqini tapmaq olur. A5-dən A3-ü çıxıb bölürük indekslərin fərqini. Yəni 28-dən 20 çıxıb bölürük 2-yə olacaq 4. Y variantı. 74 nömrəli suala baxaq.
İlk n həddin cəmi Sn bərabərdir 8n kvadratı üstəgəl 3n düsturu ilə verilən ardıcıllığın n-ci həddini soruşur. Yəni an. An nəyə bərabərdir? Sn minus Sn minus 1-ə. Sn'imiz var, Sn minus 1'imiz yoxdur. Sn minus 1 bərabərdir 8 vur n minus 1'in kvadratı üstəgəl 3 vur n minus 1. 8 vur n kvadratı minus 2n üstəgəl 1 üstəgəl 3n minus 3. 8n kvadratı minus 16n üstəgəl 8 üstəgəl 3n minus 3. 8n kvadratı minus 13n üstəgəl 5. Gətirib burada yerinə qoyuruq. S'nin yerinə yazıram 8n kvadratı üstəgəl 3n. Çıxırıq Sn minus 1'in yerinə də bu ifadəni yazıram. 8n kvadratı minus 13n üstəgəl 5 bərabərdir. 8n kvadratı üstəgəl 3n minus 8n kvadratı üstəgəl 13n minus 5 bərabərdir. 8n kvadratlar islah getdi. 16n minus 5 alınır. Yəni D variantı düzgün cavabımızdır. 75 nömrəli suala baxırıq. 25-dən başlayaraq neçə ardıcıl natural ədədin cəmi 196-dır. Baxaq görək, 25-dən başlayaraq deyir 25, 26 ardıcıl dediyinə görə 27 və bu belə davam edir. İndi neçə dənə hədd var burada bilmirik. İndi həmin həddlərin sayını tapacağıq n. Bizə deyir ki, Sn 196-dır, yəni n dənə ədədin cəmi 196-dır. Sn-in düsturunu yazırıq. Sn bərabərdir A1 üstəgəl an böl 2 vur n. Burada an da yoxdur, n də yoxdur. Ona görə an-in düsturunu yazırıq. Yəni Sn-in digər düsturu. A1 üstəgəl n minus 1 vur d-ni yerinə yazanda olacaq Sn A1 üstəgəl A1 üstəgəl n minus 1 vur d böl 2 vur n. İndi yerinə yazaq. Sn 196-dır. Burada 2A1. A1'imiz 25'dir. Yəni birinci həddimiz 25. Olacaq 2 vur 25 üstəgəl silsilə fərqi, aralarındakı fərq 1'dir. Burada d-ni yerinə 1 qoyanda 1 n minus 1'ə vuranda elə n minus 1 bölünsün 2 vurulsun n. Bu tənliyi həll edək. 196-nı çarpaz 2'yə vuranda olacaq 9, 18, 392 bərabərdir. N vurulsun 50 üstəgəl n minus 1. Deməli, n vurulsun 49 üstəgəl n bərabərdir 392'yə. N kvadratı üstəgəl 49n minus 392 bərabərdir 0. Diskriminantla köklərini tapaq. 49'un kvadratı üstəgəl 4 vur 1 vur 392. 49'un kvadratını bayaq yazmışdıq. 50'nin kvadratı 2500'dürsə 49'un kvadratı da olacaq 2401. Üstəgəl 4 vur 2 8, 4 vur 9 36, 3 yadda 1568. Bunların cəmi bizə verir 6, 9, 3969. 3969 da, baxın burada 39 var. Əgər bu 3600 olsaydı 60'ın kvadratı olardı. Amma bu 60'dan böyükdür. Deməli 6 ilə başlayacaq ədədimiz. Sonunda 9 ilə qutarır. Ya 63'dür ya da 67. Yəni ya 63'ün kvadratı 9 ilə qutaracaq ya da 67'nin kvadratı. İndi n bərabərdir. Mənfi 49 üstəgəl 63'ün kvadratına baxırıq. 9, 18, 37, 6, 9, aha budur. Deməli 63 çıxır 3969'dan. 63 çıxır, bəli. 63 bölünsün 2. 13'dən 9 çıxanda 4, 14, 2'yə böləndə 7. Digər həddimiz mənfi olacaq, o da kənar kökdür. Deməli n 7'dir. N 7 nə deməkdir? Deməli burada n dənə ədədin cəmi, yəni 25'dən başlayaraq 7 dənə ədədin cəmi 196'ya bərabərdir. Cavab B variantı. Başqa yolu ədədləri yazıb toplamaqla tapmaq olar. O cür də uzun gedir, yəni o cür də asan deyil. Yəni belə tapmaq da daha məncə məqsədə uyğundur.
76 nömrəli suala baxaq. 32-dən başlayaraq neçə ardıcıl natural ədədin cəmi 170-dir. Deməli, birinci əddimiz 32, növbəti əddimiz 33 və bu belə davam edir. Çünki ardıcıl ədədlərdir. İndi, deməli, burada neçə dənə ədəd var bilmirik. Biz həmin ədədlərin sayını tapacağıq, yəni n-i. S-n isə verilib ki, 170-dir. S-nin D ilə olan düsturunu yazıram. 2A1 üstəgəl n-1 vur D böl 2 vur n. S-n 170-dir. 2 vur A1 birinci əddimiz 32-dir. Silsilə fərqi aralarındakı fərq də 1-dir. 2 vur A1 32 üstəgəl 1 vur n-1 ilə n-1 verir. Böl 2 vur n. N-lərin sayını bilmirik. 172-ni çarpaz 2-yə vuranda 340 bərabərdir. Buradakı n-i olduğu kimi saxlayıram. Vurulsun 32 vur 2 64, 1 çıxanda 63. Yəni n üstəgəl 63. N kvadratı üstəgəl 63. N minus 340 bərabərdir 0. Yenə D bərabərdir 63-ün kvadratı alındı. Baxın, diskriminantı tapanda. Bayaq hesablamışdıq bundan əvvəlki sualda. Üstəgəl 4 vur 1 vur 340 bərabərdir. 63-ün kvadratını bayaq yazmışdıq 3969. Üzərinə gəlirik 340-ın 4-ə hasilini. Yəni 1360 bərabərdir. 9, 2, 3, 5. 5329 səhv etmirəmsə 9, 12, 1, 12, 13, 3, 4, 5. 5329. Bu da baxın 4900 olsaydı bu 70 olardı. Amma 4900-dən böyükdür. Yəni 70-in kvadratı olardı. Və sonu 9 ilə qutarır. 73 ola bilər. Yəni 73-ün kvadratı 5329-a yaxındır. Elə 73-dür. Yəni. İndi buradan n-i tapanda mənfi 63 üstəgəl 73 böl 2. 10 2-yə böləndə 5. Deməli n-imiz 5-dir. 5 dənə ədədin cəmi 170-ə bərabərdir. Cavab C variantı. 77 nömrəli suala baxırıq. A21 65, D3 olarsa S40 minus S20-ni soruşur. S40 açıram əvvəlcə 2A1 üstəgəl n-1 vur D-dir. Yəni 40 minus 1 vurulsun D-də 3. Bölünsün 2 vur 40. Bərabərdir. 42-yə böləndə 20 vurulsun 2A1. A21 verilib. A21 bərabərdir. A1 üstəgəl 20D-yə. 65 bərabərdir. A1 üstəgəl 60. A1 olacaq 5. Burada yerinə qoyuram. 42-yə böldüm 20. Vurulsun 2A1, yəni 2 vur 5. Üstəgəl 39-u 3-ə vururuq. 39 vur 3. 20 vur 10 üstəgəl 7. 117. 117 üstəgəl 10, 127. 127 vur 2. Bu da bizə verir 4, 5, 2. 54, bəli 250, 2540. İndi isə S20-ni yazaq. S20 bərabərdir. 2 vur A1 5-dir. Üstəgəl 20 minus 1, 19. D-də 3-dür. Böl 2 vur 20. 57 üzərinə 10 gələndə 67, 20-ni 2-yə böləndə 10, 670. Bunları çıxarıq 2540-dan 670 çıxsaq olacaq 1870 Y variantı. 78 nömrəli sualda ədədi silsilənin ilk n həddinin cəmi Sn 12n minus n kvadratı düsturla verilmişdir. 7-ci əddini soruşur. A7 nəyə bərabərdir? S7 minus S6-ya. S7 12 vur 7 minus 49. 12 vur 7 84. 49 çıxanda olacaq 35. S6 12 vur 6 minus 36. 72. 36 çıxanda 36. S7-dən S6 çıxanda 35-dən 36 çıxırıq. Olacaq mənfi 1 D variantı. 79 nömrəli sualda A23 minus A11 üstəgəl A5 minus A17-ni soruşur. A23 və A5 bizə verir
Baxın, A23, bunlar belə bir qruplaşdıraq. A5 minus A11 üstəgəl A17. Burada indekslər cəmi 28-dir. Burada da indekslər cəmi 28 olduğuna görə, yəni bunların aldıqları qiymətlər cəmi də bir-birinə bərabərdir. Ona görə bu fərq 0-a bərabərdir. Məsələn, A23 üstəgəl A5 deyək ki 10-dur. Burada da A11 üstəgəl A17 də 10-a bərabərdir. Çünki indekslər cəmi bərabərdir. 10-dan 10 çıxanda fərq olacaq 0, A variantı. 80 nömrəli suala baxırıq. A23 və A7. A23 və A7-ni bir qruplaşdırıram. A17 və A13-ü bir qruplaşdırıram. Burada indekslər cəmi 30-dur. Burada da indekslər cəmi 30-dur. Əgər bu cəm, məsələn, deyək ki 4-dür, bu cəm də 4-ə bərabər olacaq. Çünki indekslər cəm bərabərdir. Fərq olacaq 0. Yəni B variantı. Və yaxud da başqa bir yolu necədir? Açıb yaza bilərsiniz, yəni əyani görmək üçün. A23, A1 üstəgəl 22 deydi. A7, A1 üstəgəl 6 deydi. Minus. A17, A1 üstəgəl 16 deydi. A13, A1 üstəgəl 12 deydi. Bura verir bizə 2A1 üstəgəl 28-dir. Bu da verir bizə 2A1 üstəgəl 28-dir. Bunlar mötərizələri açanda fərq yenə 0-a bərabərdir. Hər iki yolla yaza bilərsiniz. Düzgün cavab B variantı. 81 nömrəli sualda cəmi soruşur bizdən. Burada məxrəclərə baxın 15 damısı, amma 3də 1-də. Birinci kəsrədə məxrəc 3-dür. Həmin məxrəci də 15-ə gətirirəm. 15-də 5 şəklində yazaram 3də 1-i. Üstəgəl 15-də 7, üstəgəl 15-də 9, üstəgəl sonuncu həddimiz 15-də 23. Deməli, burada birinci həddimiz 15-də 5-dir. Sonuncu həddimiz 15-də 23-dür. Aralarındakı fərq D, A2 minus A1-ə bərabərdir. Yəni, ikincidən birincinin çıxmaqla tapmaq olur. 15-də 7-dən çıxırıq 15-də 5-i verir bizə 15-də 2. İndi deməli, nə yazırıq? Sıradakı ədədlərin sayını tapırıq. N tapmaq üçün sonuncudan birincini çıxıram, bölürəm aralarındakı fərqə, üzərinə 1 gəlirəm. 15-də 23 minus 15-də 5 bölürük 15-də 2-yə, üzərinə də 1 gəlirik. Sürət bizə verir 15-də 18 bölünsün 15-də 2 üstəgəl 1. 15-də 18 vurulsun 2-də 15 üstəgəl 1. 15-lər ixtisar getdi. 18 2-yə böləndə 9, üzərinə 1 gələndə 10. Deməli, bu sırada ədədlərin sayı 10-dur. Yəni 10 dənə ədəd var. 10 dənə kəsir var. N 10-dur. Bunu burada saxlayıram. İndi buranı silirəm. İndi biz S10-u tapmaq istəsək, S10 bərabərdir. A1 üstəgəl A10 bölü 2 vur N də 10'dur. Birinci həddimiz 15'də 5'dir. Üstəgəl A10 yəni sonuncu həddimiz 15'də 23'dür. Bölürük 2'yə, vururuq 10'a. Onu 2'yə böləndə 5 dəfə vurulsun. Sürəti toplayanda 15'də 28. 15'i 3'ə bölürəm 5 dəfə, sürətdə də 28. Bu da bizə verir 5'dan 5'də 3. Bir dəqiqə, harada səhv elədik? Niyə yoxdur ki? 9 vur 3, 27. 3 niyə oldu məxrəc? 15'i 5'ə böləndə 3 düşür. Mən 5 yazmışam. 15'i 5'ə böləndə 3, yəni 3'də 28. 3'də 28 də 9 tam 3'də 1 deməkdir. A variantı doğru cavabdır. 82 nömrəli sualda ədəd sizlə verilib, ondan kiçik müsbət ədədlərin sayını soruşur. Ondan kiçik olsun deyir AN. Yəni sonuncu həddimiz ondan kiçik olmalıdır. Amma müsbət olmalıdır. Yəni sıfırdan isə böyük olmalıdır. Əvvəlcə AN'in düsturunu yazıram. A1 üstəgəl N-1 vur D. A1'imiz 72'dir. A2'miz 70,5'dir. Biz buradan D'ni tapa bilərik. D A2 minus A1'ə bərabərdir. Yəni 70,5'dən 72 çıxacaq. -1,5. İndi burada yerinə qoyaq. 72
Üstəgəl, üstəgəl yazmıram, ortada toplama var, D isə mənfidir. Minus 1,5, n minus 1. Bunu sadələşdiririk. Olacaq 72, üstəgəl 1,5 minus 1,5 n bərabərdir. 73,5 minus 1,5 n. Bunu gətirib bu bərabərsizlik şəklində bu aralığa salsaq, bərabərsizlik şəklini həll edirik yəni. 0 kiçikdir 73,5 minus 1,5 n kiçikdir 10. Əvvəlcə hər tərəfdən 73,5 çıxıram. Mənfi 73,5 kiçikdir mənfi 1,5 n kiçikdir 10-dan 73,5 çıxanda mənfi 63,5. Hər tərəfdən vergülü atıram, çünki vergüldən sonra bir rəqəm var. Olacaq 735 kiçikdir mənfi 735 kiçikdir 15 n kiçikdir mənfi 635. Mənfi 15'e bölərəm hər tərəfi, çünki n-in əmsalı mənfi 15'dir. 73'də 15 4 dəfə, 135'də də 9 dəfə. 4, 35 bəli. Müsbət 49. Mənfi də böldüyümüzə görə bərabərsinin işarəsi əksinə dəyişilir. 635'i 15'e böləndə 4 dəfə. 60, 35'də də 15 2 dəfə. 42 tam neçəsə olur? Yəni 15'də. Buradakı ədəd lazım deyil. İndi n 42'dən böyük, 49'dan kiçik olmalıdır. Yəni 43 ola bilər, 44 ola bilər, 45, 46, 47 və 48. Buradakı ədədlərin sayı 6'ya bərabərdir. D variantı. 83 nömrəli sualda ədəd silsiləsində mənfi 10'dan böyük mənfi hədlərin sayını soruşur. Mənfi 10'dan böyük olmalıdır hədlərimiz, amma mənfi olmalıdır. AN kiçikdir 0, yəni 0'dan kiçik olmalıdır ki mənfi olsun. Mənfi 10'dan böyük olmalıdır, amma 0'dan da kiçik olmalıdır ki mənfi hədlər olsun. İndi AN'imiz nəyə bərabərdir? A1 üstəgəl n-1 vur D. A1'imiz mənfi 84,5, A2'miz mənfi 82, əvvəlcə D-ni tapaq. A2 minus A1 mənfi 82'dən çıxırıq mənfi 84,5'i. Mənfi 82 üstəgəl 84,5, bu verir bizə 2,5. Gətirib bu düsturda yerinə qoyuram. Mənfi 84,5 üstəgəl D 2,5'dir, n minus 1. A-n bərabərdir. Buradan mənfi 84,5 üstəgəl 2,5 n minus 2,5. Bunları toplasaq verir bizə 87. Mənfi 87. Üstəgəl 2,5 n. İndi gətirib burada yerinə qoyuram. Burada yox, bərabərsizlikdə. Yəni mənfi 10 kiçikdir. Mənfi 87 üstəgəl 2,5 n kiçikdir 0. Hər tərəfə 87 əlavə edirəm ki, buradakı mənfi 87 getsin. Olacaq mənfi 10'un üzərinə 87 gələndə 77, 2,5 n, 0'ın üzərinə 87 gələndə elə 87. Hər tərəfi bölək 2,5'e. Deməli, böldüm hər bir həddi. 77'ni 2,5'e böləndə 30,8, 87'ni böləndə 34,8. Bu aralıqdakı tam ədədlər 31, 32, 33, 34. Yəni 4 dənə tam ədəd var. Bizdən də bu hədlərin sayını soruşur. Cavab B variantı. 84 nömrəli suala baxırıq. Şərti ödəyən ədədi silsilənin birinci həddini və silsilə fərqini tapın deyir. A1 və D-ni soruşur. Əvvəlcə birinci verilən ifadəni açırıq və yaxud da indeksləri cəminə görə getmək olur. Yəni 5 üstəgəl 7, 12, üzərinə 9 gələndə 21. 21 də 7'nin 3 mislidir. Yəni biz həmin cəmin yerinə A5 üstəgəl A7 üstəgəl A9'un yerinə yaza bilərik ki, deməli 3 A7. Çünki 3 dənə A7'nin cəmində də indekslər cəmi 21'dir. Burada da indekslər cəmi 21'ə bərabərdir.
İndi bu cəm 30-a bərabərdirsə, biz yaza bilərik ki, 3A7 bərabərdir 30, A7 bərabərdir 10. A7 10-dursa, 10 vur, A8 bərabərdir 130. Buradan A8, 130-u 10-a böləndə 13 alınır. Silsilə fərqi D-dir. D, A8 və A7-yə görə tapaq. A8 minus A7 böl indekslər fərqi. Yəni 13 minus 10 bölünsün 1. D olacaq 3. D 3-dürsə A1-i tapmaq olur. Yəni hər ikisindən həm A7-yə görə, həm A8-ə görə tapa bilərik. A7-yə görə tapsaq, A7 bərabərdir A1 üstəgəl 6D. 10 bərabərdir A1 üstəgəl 6 vur 3, 18. Buradan A1 mənfi 8 alınır. Yəni düzgün cavab D variantı. 85 nömrəli sualda, yine eyni tipli sualdır. İndekslər cəminə görə baxsaq, indekslər cəmi 15-dir. 15-də 5-in 3 mislidir. Yəni A3 üstəgəl A5 üstəgəl A7 bərabərdir 3 A5-ə. Çünki burada indekslər cəmi 15-dir. 3 dənə A5-də indekslər cəmi 15-ə bərabərdir. Bu cəm bizə 21 olaraq verilib. Yəni 3A5 bərabərdir 21-ə. A5 olacaq 21-i 3-ə böləndə 7. A5 7-dirsə 7 vur A6 bərabərdir 35-ə. A6 bərabərdir 35-i 7-yə böləndə 5. D-ni tapırıq. D A6 minus A5-ə bərabərdir. Yəni 5 minus 7 mənfi 2. D mənfi 2-dir. Birinci əddi tapırıq. A5 bərabərdir A1 üstəgəl 4-dir. A5 7-dir. A1 üstəgəl 4 vur D-də mənfi 2-yə bərabərdir. Olacaq 7 üstəgəl 8 A1-ə. Yəni A1-ci həddimiz 15-dir. Silsilə fərqimiz də mənfi 2. Olacaq cavab C variantı. 86 nömrəli suala baxırıq. Deməli, bizdən bu cəmi soruşur. 2 bunları qruplaşdırsaq, 100 minus 99 olaraq, yəni vurğular ayırsaq, 100 minus 99 1, 100 üstəgəl 99, 199-a bərabərdir. Üstəgəl 98 minus 97 1, 98-ə 97-nin cəmi bizə verir 195. Üstəgəl növbəti fərq 96-nın kvadratı minus 95-in kvadratıdır. Burada da 96 minus 95 1, 96 üstəgəl 95 isə 191-ə bərabərdir. Üstəgəl və ən sonuncusu 2 minus 1 1, 2 plus 1 3. İndi bu cəmi tapa bilirik. Birinci həddimiz A1 bərabərdir 199. Sonuncu həddimiz AN 3-dür. İkinci həddimiz 195-dir. Silsilə fərqi D-ni tapmaq olur. Yəni A2 minus A1 kimi tapa bilirik. A2 195, A1 199. Buradan mənfi 4 alırıq silsilə fərqini. İndi S əvvəlcə sayını tapaq. N bərabərdir A sonuncu həddən birinci həddi çıxarıb bölürük aralarındakı fərqə, üzərinə də 1 gəlirik. Yəni bu sıradakı ədədlərin sayını tapmaq üçün. Sonuncu həddimiz 3. Birinci həddimiz 199. Bölürük aralarındakı fərqə, yəni mənfi 4-ə, üzərinə 1 gəlirik. 199-dan 3 çıxanda 196, mənfi 4-ə bölürük. Olacaq 4 dəfə, 16, 36 da 4, 9 dəfə. 49-un üzərinə 1 gələndə 50. Deməli, burada 50 ədəd var. İndi S50 bərabərdir A1 üstəgəl A50 böl 2 vur 50. A1 birinci həddimiz 199, A50 sonuncu həddimiz 3, bölürük 2-yə, vururuq 50-yə. 199-un üzərinə 3 gələndə olacaq 202. 202 vururuq 50-ni 2-yə böləndə 25. 202-ni 25-ə vuranda bərabərdir. Olacaq deməli 50.050. 225'e vuranda 5000, 225'e vuranda 50, 5050, yani A variantı.
87 nömrəli sualda ilk n həddin cəmi verilib düstur şəklində A12 minus A7-ni soruşur. A12 minus A7. A12-ni açsaq A1 üstəgəl 11-dir. A7 də A1 üstəgəl 6-dir. Buradan 5-liyi alırıq. Deməli, bizə D silsilə fərqi lazımdır. D-ni tapmaq üçün əvvəlcə birinci və ikinci ədləri tapaq. A1, bunun üçün S1-i tapmaq lazımdır. S1 elə, yəni ilk bir həddin cəmi A1-ə bərabərdir. N-i yerinə 1 qoyanda 5 minus 3, 2. S2 bərabərdir A1 üstəgəl A2, yəni ilk iki həddin cəmi. Sn-də N-i yerinə 2 qoysaq, S2 olacaq. 5 vur 2, 10, minus 3 vur 2-nin kvadratı 4, yəni mənfi 2. İndi yerinə qoyuruq, mənfi 2 bərabərdir. 2 üstəgəl A2. Buradan A2 mənfi 4-ə bərabərdir. A2 də var, A1 də var. Biz D-ni tapa bilirik. D A2 minus A1-ə bərabərdir. Yəni mənfi 4 minus 2, mənfi 6. Gətirib burada yerinə qoyuruq. 5-i mənfi 6-ya vuranda olacaq cavab mənfi 30. 88 nömrəli sualda A-nin ədədi silsiləsində A5 6,5, S13 10 vur S9 olarsa A7-ni soruşur. Əvvəlcə S9 açaq. S9 A1 üstəgəl A9 bölü 2 vur 9-a bərabərdir. A1 üstəgəl A9-da indekslər cəmi 10-dur. 10 da A5-in 2 mislidir, yəni 5-in 2 mislidir. Yəni biz A1 üstəgəl A9-un yerinə A5 üstəgəl A5 yaza bilərik. Çünki burada da indekslər cəmi 10-dur, burada da indekslər cəmi 10-dur. Yəni A1 üstəgəl A9 2A5-ə bərabərdir. A5-imiz 6,5-dirsə, 2-ni 6,5-ə vuranda verir bizə 13. 13 bölürük 2-yə, vururuq 9-a. Bunu belə saxlasaq, yəni 13 vur 9 böl 2 şəklində. İndi yerinə qoyuruq. S13 bərabərdir 10 vurulsun. S9-un yerinə yazıram. 13 vur 9 böl 2. 10'u 2'ye böləndə 5 dəfə. 5 vur 13 65. 65'i də 9'a vuracağıq. Yəni bunu hasil şəklində belə saxlayırıq. İndi S13 açıram. S13 bərabərdir A1 üstəgəl A13 böl 2 vur 13. S13'ün yerinə yazırıq. 65 vur 9 bərabərdir. 2-də A1 üstəgəl A13 vur 13. Hər tərəfi 13'ə bölürəm. 1 dəfə, 5 dəfə. Sol tərəfdə 5 vur 9 45 bərabərdir 2-də A1 üstəgəl A13. A1 üstəgəl A13 45'in 2 hasili 90'a bərabərdir. A1 üstəgəl A13 indekslər cəmi 14'dür. 14 də 7'nin 2 mislidir. Yəni A1 üstəgəl A13 90'dırsa A7 olacaq 90'ın yarısı 45. Çünki A1 üstəgəl A13 2 A7'ye bərabərdir. Bura 90'dırsa A7 olacaq 90 bölü 2 45. Cavab A variantı. 89 nömrəli suala baxırıq. Ədədi silsilədə A1 1 və istənilən natural m və n ədədləri üçün Sm böl Sn bərabərdir m kvadratı böl n kvadratı olarsa silsilənin ümumi həddinin düsturunu soruşur. Yəni A-nı soruşur. Burada m və n istənilən natural ədəd ola bilər. Ona görə biz m və n yerinə ədəd götürə bilərik. M-in yerinə 2, n-in yerinə 3 yazacağım. Olacaq S2'ni açsam S2 2A1 üstəgəl D-yə görə olan düstura görə açacağım. Çünki A-nın düsturunda D var. 2A1 üstəgəl deməli 2 minus 1 D qalır ilə bölü 2 vur 2. Buradan 2A1 üstəgəl D. A1'də 1 veriblər. 2 üstəgəl D bərabərdir. S3 bərabərdir 2A1 üstəgəl 3 minus 1 2 vur D. Böl 2 vur 3. Buradan 3 vurulsun. A1 üstəgəl D alınır. Çünki sürətdə bir həddi 2'ye böldük.
3 vur A1'imiz 1'di. Üzerine de 4 gələndə olacaq 3 üstə gəldi. İndi isə bu kəsirdə yerinə qoyaq. S2 böl S3 bərabərdir. 2'nin kvadratı 4, 3'ün kvadratı 9. S2'nin yerine yazıram 2 plus D. S3'ün yerine 3 plus D. Bərabərdir 9'da 4. Çarpaz vururuq. 18 üstə gəl 9D. 12 üstə gəl 4D. Buradan deməli baxaq, daha da səhv elədik. Deməli burada 3 vur baçanda 3 üstə gəl 3D alınmalıdır. 3 üstə gəl 3D. Baxaq, düzəldək buranı. Deməli 3 üstə gəl 3D olsa çarpaz vuranda 18 üstə gəl 9D bərabərdir 12 üstə gəl 12D. 6 bərabərdir 3D'ye, D olacaq 2. İndi A'nın düsturunda yerinə yazırıq. A1 üstə gəl n-1 vur D. A1'imiz 1'dir. D'ni tapdıq 2 vur n-1. Buradan 1 üstə gəl 2n-2. 2n-1 alırıq. Yəni düzgün cavab A variantı. 90 nömrəli sualda AM n'ə bərabərdir. AN isə M. N və M fərqli ədədlərdir. AK'nı soruşur bizdən. Deməli, baxaq görək. M-ə deyək 2, N-ə deyək 3. Yəni A2 3'ə bərabərdir. A3 isə 2'yə bərabərdir. Biz buradan silsilə fərqini tapa bilərik. D A3 minus A2 böl 3 minus 2. Yəni 2 minus 3 bölünsün 1 olacaq. Mənfi 1'dir D. AK K'nın cəhətdir. Yəni AK bərabərdir. A1 üstə gəl. K minus 1 vur D. Bərabərdir. A1 yoxdur. D var amma A1 yoxdur. A1'i tapmaq lazımdır. A1'i tapaq. A2'ye göre tapaq A1. A2 bərabərdir. A1 üstə gəl D. 3 bərabərdir. A1 üstə gəl D də mənfi 1'dir. A1 olacaq 4. Yerinə qoyuruq. 4 üstə gəl. D'nin yerinə mənfi 1 qoyanda minus 1 K minus 1. 4 minus K üstə gəl 1. Yəni 5 minus K'ya. 5 minus K. İndi variantlara baxacağıq ki, M'in yerinə 2, N'in yerinə 3 qoyanda hansında 5 minus K ala bilərik. Deməli, 5'i almaq üçün M və N'i toplamalıyıq. Düzdürmü? 5'in yerinə M üstə gəl N yazsaq, M üstə gəl N minus K olacaq cavab D variantı. Burada dəyişənləri M-ə görə də gedə bilərdik. Yəni, onda biraz uzun alınır. Ona görə mən ədəd qoydum. Baxın, D'yə görə getsək. AM bərabərdir N. AN bərabərdir M. Buradan D'ni tapanda AN minus AM böl N minus M. AN'in yerinə M yazıram. AM'in yerinə N. Bölürəm N minus M'ə. Bu verir bizə mənfi 1. AK'nı tapsaq AK olacaq. A1 üstə gəl. K minus 1 vur D. Yenə A1 yoxdur. Buradan A1'i tapıram. AM olacaq. A1 üstə gəl. M minus 1 vur D. İndi AM'in yerinə N yazıram. A1 üstə gəl. D mənfi 1'dir. M minus 1. Buradan N bərabərdir. A1 minus M üstə gəl 1. A1'i tapsaq A1 olacaq. N üstə gəl M üstə gəl 1 şəklində. Üstə gəl yox, minus 1. Gətirib burada yerinə qoyuruq. A1'in yerinə yazıram. N üstə gəl M minus 1. D'nin yerinə 1. K minus 1. Baxın, yine eyni şey alırıq. N üstə gəl M minus 1 minus K üstə gəl 1. Birlər islah getdi. Cavab N üstə gəl M minus K. Dəyişənlərlə də yazmaq olar və yaxud da M və N'in yerinə ədəd qoyub da eyni cavab ala bilərik. Yəni hər iki yoldan yaza biləriz.
91 nömrəli suala baxırıq. A1 üstəgəl A2 üstəgəl A3 21 və bu cəm 57 olarsa onun 3-cü həddini soruşur. A3 bərabərdir sual. Deməli, birincidə indekslər cəmi 6-dır. Yəni, nə yaza bilərik biz oradan? Baxaq görək, ayrı-ayrı açsaq, A1 üstəgəl A2-nin yerinə A1 üstəgəldir. A3-ün yerinə A1 üstəgəl 2-dir. Bərabərdir 21. Və yaxud da təkcə A2-ni də tapmaq olardı. Çünki A2, A1 və A3-ün ədəd ortasına bərabərdir. Və yaxud da burada da yenə eyni nəticə alınır. 3A1 üstəgəl 3-dir. Bərabərdir 21-ə. 3-ə bölsək, A1 üstəgəldir 7. Yəni, A2-ci həddimiz 7-dir. Sonra A4, A5, A6-ya görə buradan isə A5-in yerinə A4 üstəgəl A6 bölü 2 yaza bilərik. A5, A4 və A6-nın ədəd ortasına bərabərdir. Çünki ardıcıl ədədlərdir. A4 üstəgəl A6-nın yerinə 2A5 yazanda 2A5 üstəgəl A5, 3A5 bərabərdir 57. A5 olacaq. 57-ni 3-ə böləndə 19. A5 var, A2 var. D-ni tapırıq. A5 minus A2 böl 5 minus 2. 19 minus 7 bölürük 3'ə. 12'ni 3'ə böləndə 4. Üçüncü həddimiz A2 üstəgəl D-yə bərabərdir. Yəni 7 üstəgəl 4 olacaq cavab 11. Bizdən üçüncü hədd soruşulurdu. İkinci həddə görə tapmaq olur. Yəni A2 üstəgəl D, üçüncü hədd 11'ə bərabərdir. 92 nömrəli sualda yenə eyni qaydada üçüncü həddi soruşur. A3 bərabərdir sual. Yenə A2'nin yerinə və yaxud A1 üstəgəl A3'ün yerinə 2A2 yaza bilərik. Yəni bunların yerinə 2A2 yazanda 3A2 bərabərdir 15'ə, A2 olacaq 5. A4 və A6'nın yerinə A4 üstəgəl A6 bölü 2 A5'ə bərabərdir. Yəni A4 və A6'nın yerinə 2A5 yazırıq. 2A5 üstəgəl A5, 3A5 bərabərdir 42. A5 olacaq 42'ni 3'ə böləndə 14. D-ni tapırıq. D A5 minus A2 böl 5 minus 2'ye bərabərdir. 14 minus 5 böl 3 verir bizə 3. Üçüncü həddi A3, A2 üstəgəl D-yə bərabərdir. Yəni 5 üstəgəl 3 olacaq cavab 8. 93 nömrəli sualda silsilə fərqini soruşur. Deməli, burada A1, A2, A3 ardıcıl hədlərdir. Deməli, A1-dən A4-ə qədər verilib ədlərin cəmi 28. Deməli, belə yaza bilərik buradan. Tərəf-tərəfə çıxsaq, yəni bunları alt-alta yazırıq. A2 üstəgəl A3 üstəgəl A4 üstəgəl A5 bərabərdir 60. A1 üstəgəl A2 üstəgəl A3 üstəgəl A4 28. Bunları tərəf-tərəfə çıxırıq. Tərəf-tərəfə çıxanda A2'lər, A3'lər, A4'lər islah gedir. A5 minus A1 60 minus 28 alınır 32. D-ni tapmaq üçün A5 minus A1'i bölməliyəm indekslərin fərqinə. Yəni 32 böl 4 olacaq 8. 94 nömrəli sualda da yine eyni qaydada. Birinci cavab böyük olan, yəni cəm böyük olan ifadəni yazıram. A2 üstəgəl A3 üstəgəl A4 üstəgəl A5 60. A1 üstəgəl A2 üstəgəl A3 A4 40. Bunları tərəf-tərəfə çıxırıq. Çıxanda A2'lər, A3'lər, A4'lər islah gedir. A5 minus A1 60 minus 40 20'ye bərabərdir. D'də A5 minus A1 böl 5 minus 1'ə bərabərdir. Yəni 20 bölünsün 4, 5. Bizdən də silsilə fərqini soruşur. Cavab 5.
95 nömrəli sualda 14-cü əhəd 135-dir deyir. Yəni A14 bərabərdir 135. İlk 14 həddin cəmi 980. S14 bərabərdir 980-a. Bizdən silsilənin birinci həddini soruşur. Əvvəlcə S14-ü açırıq. S14 bərabərdir A1 üstəgəl A14 böl 2 vur 14. 980 bərabərdir A1 üstəgəl 135 böl 2 vur 14. 980-ı 14-ə böləndə və yaxud da birinci 14-ü 2-yə bölürəm 7 dəfə. 980-ı 7-yə böləndə 1 dəfə 140. 140 bərabərdir A1 üstəgəl 135-ə. Buradan A1 bərabərdir 140 minus 135 5-ə bərabərdir. Bizdən də birinci həddi soruşur. Cavab 5. 96 nömrəli sualda birinci həddi 5-dir deyir. A1 5. İlk 14 həddin cəmi 1050. Bu silsilənin 14-cü həddini soruşur. Deməli S14 bərabərdir A1 üstəgəl A14 böl 2 vur 14. 1050 bərabərdir 5 üstəgəl A14 böl 2 vur 14. 14'ü 2'ye böləndə 7. 1050'ni 7'ye bölürük. 1 dəfə. 35'də 5 dəfə. 150. 150 bərabərdir 5 üstəgəl A14. A14 olacaq 145. Deməli 14-cü hədd 145'ə bərabərdir. 97 nömrəli sualda A9 37, S12 324 olarsa A1'i soruşur. S12'ni açırıq. S12 A1 üstəgəl deməli A12 böl 2 vur 12'ye bərabərdir. Buradan bunun yerine 324 yazsaq, 324 bərabərdir 12'ni 2'ye bölürəm 6. 6 vur A1 üstəgəl A12. 324 6'ya böləndə 7 dəfə 6, yox 5 dəfə. 5 vur 6 30, 24'də də 6 4 dəfə. A1 üstəgəl A12. 54 bərabərdir. A12'ni açıram. A1 üstəgəl 11'dir. 2A1 üstəgəl 11'dir. Bərabərdir 54'ə. A9 37'ye bərabərdir. Yəni A9 nəyə bərabərdir? A1 üstəgəl A9 A1 üstəgəl 8'dir. Bərabərdir 37'ye. Deməli buradan ikincini 2'ye vurub tərəf-tərəfə çıxacağıq. 2A1 üstəgəl 11'dir. 54. 2A1 üstəgəl 16'dir. Bərabərdir 74'ə. Tərəf-tərəfə çıxsaq 5'dir. Bərabərdir 20'yə. D olacaq 4. Bizdən A1'i soruşur. A9 bərabərdir A1 üstəgəl 8'dir. 37 bərabərdir A1 üstəgəl 8 vur 4 32. A1 olacaq 37'dən 32 çıxanda 5. 98 nömrəli sualda A21 33, A39 36,6 olarsa ilk 5 həddin cəmini soruşur. S5 bərabərdir A1 üstəgəl A5 böl 2 vur 5. Deməli buradan D'yə görə açsaq 2A1 üstəgəl 4'dir böl 2 vur 5. 5 vurulsun A1 üstəgəl 2'dir. Yəni 5 vurulsun A3. Əvvəlcə D'ni tapırıq. D olacaq A39 minus A21 böl 39 minus 21. 36,6'dan çıxıram 33'ü. Bölürəm 18'ə. Çünki 39 minus 21 də 18'ə bərabərdir. Buradan
3,6 böl 18 alırıq. Vergül 1 rəqəm sağa sürüşən məxrəcə 0 gəlir. 5'də 1. D-ni tapdıq, 5'də 1'dir. A21 bərabərdir. A3'ə görə A3 tapmaq üçün A21'dən istifadə edirik. A21 A3 üstəgəl 18 D-yə bərabərdir. A21 neçədir? 33'dür. A3 yoxdur. 18'i vururuq 5'də 1'ə. Olacaq 18 böl 5. Buradan A3 bərabərdir. 18'i 5'ə böləndə 3 dəfə. 3,6. 33 minus 3,6 olacaq 29,4. Deməli bizim ilk 5 əddin cəmini soruşurdu. Burada gətirib yerinə qoymalıyıq. 5 vurulsun 29,4. 5 vur 4 22 yadda 47 4 14 olacaq 147. 99 nömrəli sualda A3 15, S12 306 olarsa silsilə fərqini soruşur. S12 bərabərdir 2A1 üstəgəl 11'dir böl 2 vur 12. 306 bərabərdir 6 vurulsun 2A1 üstəgəl 11'dir. Deməli A3 verilib bizə 15. 306'nı 6'ya bölürəm 51 bərabərdir 2A1 üstəgəl 11'dir. Bir də 15 bərabərdir. A3'ü açıram. A1 üstəgəl 2D şəklində. İkincini 2'yə vururam. Olacaq 2A1 üstəgəl 4D bərabərdir 30. Bunu isə olduğu kimi yazsaq 2A1 üstəgəl 11'dir bərabərdir 51. Tərəf-tərəfə çıxanda deməli 7D bərabərdir 21'ə. Silsilə fərqi olacaq 3. 100 nömrəli sualda A-in düstur şəklində verilib və bu ifadə üçün bizdən K plus D-ni soruşur. D silsilə fərqidir. A5 üstəgəl A2'ni də sol tərəfə keçirdirik. Yazaq A2 üstəgəl A5 üstəgəl A7 bərabərdir 51'ə. Deməli, buradan hər birini yerinə qoysaq, əvvəlcə eni yerinə 2 qoyuruq. A2'ni yazaq. A2 3 üstəgəl 2K minus 2, yəni 2K minus 1. A5'i yerinə qoysaq, 3 üstəgəl 5K minus 10. Buradan 5K minus 7 alırıq. Və A7 bərabərdir 3 üstəgəl 7K minus 14. 7K minus 11 alırıq. İndi burada toplamalıyıq sol tərəfdə. Bunların hamısını toplayanda verir bizə 14K minus 19 bərabərdir 51. 14K bərabərdir 70. K da olacaq 5. K 5'dir. A2'ni tapırıq. A2 2K minus 1 idi. Yəni 2 vur 5 10. 1 çıxanda 9. A5 isə 5K minus 7 idi. 5 vur 5 25. 7 çıxanda 18. D-ni tapsaq A5 minus A2 yəni 18 minus 9 bölürük. İndekslər fərqi 5 minus 2 3'ə. Buradan 3 alırıq. İndi K plus D 5 üstəgəl 3 8'ə bərabərdir.